Əgər siz çayın yanına tez hazırlanan fərqli dad axtarırsınızsa, mütləq bu cemli piroqu hazırlayın. Çox dadlı və möhtəşəm alındı. Yaddaşa verin ki, siz də hazırlayın. Keçəyin hazırlanma qaydasına. Bizə lazım olacaq 3 ədəd yumurta, 1 stəkan şəkər tozu. Əlavə edirik, qarışdırırıq. Üzərinə 150 qram ərinmiş kərə yağı əlavə edirik və 1 çay qaşığı da qabartma tozu əlavə edirik. Üzərinə 4 stəkan da un əlavə edib qarışdırırıq. Gördüyünüz kimi biraz yapışqan xəmir olmalıdır. Və listin içərisinə yağlı kağız əlavə edib, içərisinə xəmiri əlavə edib əlimizlə yayırıq. Və yaydıqdan sonra sobada 190 dərəcədə təxmini 15 dəqiqə pişiririk. Biskvitimiz bişdikdən sonra kənarlarını kəsirik, üzərinə ondu üçün kənara qoyuruq və 2 hissəyə ortadan kəsirik. Və biskvitimizin birini yerləşdiririk qabın içərisinə, üzərinə malina mürəbbəsi əlavə edirik. Siz hər hansı bir sevdiyiniz mürəbbə varsa istifadə edə bilərsiniz. Və ikinci biskvitimizi də eyni qayda ilə yerləşdirib, üzərinə malina mürəbbəsi əlavə edib, üzərinə kənarlarından kəsdiyimiz biskvitin kənarlarını onta edib üzərinə səpirik. Əminəm ki, siz də hazırlasanız çox bəyənəcəksiniz. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.